Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, mən Vüsal Kəlbəzəri bugün Azərbaycanımızın çox gözəl rayonlarından biri olan, ən uzqar rayonlardan biri olan Gədəbəy rayonunun uzqar bir kəndindəyik, sizə təqdim edəcəyik. Demək, Arus kəndindəyik və qocaman bir müəllimi sizlərə təqdim eləmək istəyir. Gözəl ziyalı, gözəl ağsaqqal 2026-cı il, demək, mart ayının 4-ündə, amma qarlı bir havadır, çox soyuq bir havada, palçıqlı bir havada gəlmişik. Müəllim, sizi bir daha sizi xoş gördük. Allah təala sizə uzun ömür versin. Adınız, soyadınız? Xoş gəlmisiniz. Adım Əliyev Rauf İbrahimoğlu. Neçə ildir təhsil sahəsində çalışmısınız? Mən əvvəllər təhsildən qabaq mənim ixtisasım olub mühəndis, ixtisas dəyişməklə sonradan müəllim olmuşam. Neçə il mühəndis kimi işləmisiniz? Deməli, 84-dən 20 il işləmisiniz də yəqin ki. Mühəndis kimi. Bəli. Mühəndis kimi işləmişəm 6 il. Yəni kolxozda injinizatör idi. Kənd texnikasıdır. Çox gözəl. Sonra 10 il müharibə 90-cı ildən 2000-ci ilə qədər müharibənin ən şiddətli vaxtı həmin kənddə, bu kənddən Lağlar kəndi icra nümayəndəsi müavin işləmişəm. Çox gözəl. Müharibə dövründə. Sonra 2005-dən pedaqoji fəaliyyətə keçmişəm. 2015-ci ilə qədər müəllim, 2015-ci ildən 2023-cü ilə qədər həm məktəb Arus kənd ümumi orta məktəbində direktor vəzifəsində. Çox gözəl. 2023-cü ildən təqaüdə çıxmışam. Allah sizə ömür versin, can sağlığı versin. Biz ki, məndən fəxr edirik. İndi hal-hazırda neçə yaşınızdadır müəllim? 69 yaş. Yubiləyə gəlmiş də, yetmişdi. Allah sizə inşallah uzun ömür versin. Və bizim arzumuz odur ki, müəllimin 70 yox, 75, 80, 90 yaşı olsun. Bizim əməkdaşlarımız da bizlər həyatda olsa bizlər gəlib çəkiliş eləyər inşallah. Sizə uzun ömür can sağlığı arz edirik. Həm də müəllim gözəl ata olubdur, atadır, gözəl valideyndir. Neçə olacaq müəllim? 4 evladım var. Bəli. Bakı şəhərində yaşayırlar. Hamısı orada yaşayırlar. Həyat yoldaşınızın adı soyadı? Əliyeva Güllü, qəhrəman qızı. O indi hal-hazırda evdə yoxdur. Yaşayır, həyatda yaşayırlar. Müəllim olubdur, yoxsa hansı sayıdır? Eldar xanım olubdur. İxtisası müəllim olub, ancaq ixtisası üzrə işləməyib. Bəli. Sosial sahədə işləyib, sosial sahədə. Çox gözəl. Övladlarınızın sizin yolunuz davam elətdirən var mı müəllim? Yox, onlar iş adamıdır. İş adamı. Çox gözəl. Onlar ancaq şirkət, sahibkardırlar. Çox gözəl. Və nəvələriniz də var biz bildiyimizə görə. Neçə nəvəniz var müəllim? 7 nəvə. Allah saxlasın. Müəllim, bax bu kadrlara 10 il, 20 il, 30 il sonra sizin nəvələrin nəticələriniz baxacaqdır. Onlara nə arzuluyursunuz? Nə deyə bilərsiniz? Tövsiyəniz nədir və arzunuz nədir? Mənim arzum bütün Azərbaycan xalqına əmin-amanlığı arzulayıram. Bütün millətimizə xoş günlər arzulayıram. Amin. Sülh arzulayıram ölkəmizə, devlətimizə, bütün çox gözəl. Milli liderimizə Allah rəhmət eləsin. Hal-hazırda prezidentimizə can sağlığı, uzun ömür arzulayıram. Həqiqətən dünya baxanda hal-hazırki dövrdə ən əmin-aman ölkə mən deyərdim. Bəli, Azərbaycanda. Ona görə də biz həqiqətən prezidentimizə, dövlətimizə hər zaman sadiq olmalıyıq. Nə deyim ki, belə həqiqətən mən öz işlədiyim fəaliyyətin dövründə həmişə ictimai işdə olmuşam. Məsələn, komsomol işləmişəm, nəzarət işləmişəm. Çox gözəl. Partiyanın dövründə partiya. İnşallah. Seçkilərin hamısında olmuşam və həmişə bu ölkəni dəstəkləmişəm. Prezidentimiz həqiqətən dünyada bir nömrəli mən deyərdim. Çox gözəl. Bu ocaqda üzr istəyirəm. Bu ev ata yurdudur. Qardaşlarım, 4 qardaşımın hamısı şəhərdə yaşayıb, mən qalmışam ata yurdunda. Ziyalı ailəsi olub, atam müəllim olub, gözəl sənətkar olub. Allah rəhmət eləsin. Və biz sizə can sağlığı arzulayırıq. Mənim qardaşlarım da hamısı elm adamıdır. İkisi elmlər, bu dəqiqə hal-hazırda biri yaşayır. Elmlər doktorudur, professordur. Gözəl. Və biz sizdən fəxr edirik. Psixoloji elmlər doktorudur. Ona görə də sizin ailənizi, sizi gözəl müəllim kimi, gözəl ziyalı sakibdə deyirdilər. Elə hal-hazırda ziyalı ocağıdır. Çox gözəl. Sizə can sağlığı arzulayırıq müəllim. Və inşallah uzun ömür, can sağlığı və biz də Çağdaş Təhsil komandası olaraq gəlmiş müəllimi çəkməyə, işlandırma, Allah təala müəllimə uzun ömür versin. Sağ olun. Çox sağ olun.